Deməli, uşaqlar 65-ci sualda nəsə soruşulur deyir. Alqoritmin icrası nəticəsində S dəyişəninin qiyməti hansı ifadəni? Demək, buradan hansı ifadə olacaqdır? Gəlin baxaq. X daxil olunub, y bərabər 0, s bərabər 0, y kiçikdir bərabərdir 5-dən. Y 0'dır. Gəlin yazaq da, y 0'dır, 0 kiçikdir 5-dən. Deyirik ki, hə. Onda s bərabərdir, s vurulsun i. S neçədir? 0. i'miz neçədir? 0. 0'a 0 alanda olacaq bizdə 0. i bərabər 1 artacaq, olacaq 1. S də bərabərdir. Deməli, nə olacaq? S üstəgəlsin 0 üstəgəlsin x vurulsun x. Olacaq nə? X kvadratı. Aha. Sonra qaydırıq təzdən dövrə. i'miz neçə oldu? 1. 1 kiçikdir 5-dən. Deyirik ki, hə. S bərabər s vurulsun i. S'imiz neçə oldu? X kvadrat. X kvadratını 1'ə vuranda nə olacaq? Olacaq yenə x kvadratı. I bərabər 1 artacaq, olacaq 2. S də bərabər s plus, yəni x kvadratı üstə gəlinsin. X'i təzdən vuracaq x-ə. Nə olacaq? X kvadratı. Təzdən qayıtsaq dövrə. 2 kiçikdir 5-dən. Deyirik ki, hə. Onda s bərabərdir. Deyir, s'i vur, s'i vur. Baxın, bunu vur, bu ifadəni vur. Nəyə? i'yə. X kvadratı üstə gəlsin x kvadratı vurulsun. i'miz neçədir? 2. Vurduq 2'yə. i bərabərdir 1 artacaq, olacaq 3. S də bərabərdir. S'imiz neçədir? X kvadratı üstə gəlsin x kvadratı vurulsun 2. Ay sağ ol. Üstə gəlsin də x vurulsun x. Yəni nə? X kvadratı. İndi bunu axıra kimi hesablamağa ehtiyac varmı? Yoxdur. Baxın, başlanğıc belə olmalıdır. Elə A variantında görünür. Burada 1 plus x'dir. Olmaz. Burada 1 plus x kvadrat olmaz. X kvadrat plus x üstü 4 olmaz. 1 plus x kvadrat olmaz. Ama burada bakın eyni getdiyimiz ardıcıllıq gedir. Birinci mötərizədə nə olmalı? X kvadrat plus x kvadratı vurulsun 2. Üstə gəlsin x kvadrat. Sonra bu təzdən yenə mötərizəyə alınacaq. Yenə hesablanacaq. Ardıcıllıqlar gedəcək. Sona kimi getməyə ehtiyac yoxdur. Başlanğıcına baxın. Belə bir variant sizdə harda var? O da olacaq. 65 bizdə oldu. A variantı. Sonra bizdə var necə? 68. 68'e baxaq gəlin. 68'də nə deyir? Altmış sekizde təyinatını soruşur. Gelin bu tarafta vereyim. Bu sıxında təsvir olunmuş algoritmin təyinatını müəyyən edin. Y-nin daxil edilir. S bərabər deyirdə K bərabər 1'ə. İxtiyari ədəd. Gəlin bir dənə ixtiyari ədəd daxil eləyək də. Yəni sayda ixtiyari ədəddən həm böyüyü çıxışa verir. N-1 sayda ixtiyari ədəddən. Y və N daxil etmə. Daxil etmədədir. Gəlin hər ikisinə bir ədəd daxil eləyək də. Tutalım Y-ə 1 daxil eləyək. Və N-ə də 3 daxil eləyək. S bərabər Y. S artıq gəlir Y-in bir qiymətini alır. Bu Y-dir, bu N-dir. Bir qiymətini alır. K bərabər 1-dir. Deyir 1 kiçikdirmi 3-dən? K bizdə 1-dir, N bizdə 3-dür. Kiçikdirmi 3-dən? Deyirik ki, hə. Onda burada Y-ə yeni bir qiymət daxil edirik yenidən. 2 daxil eləyək. S birinci yuxarıdakı S1. Deməli deyir 1 böyükdürmü 2-dən? Deyirəm ki, yox. Onda K bərabər K plus 1. Deməli K olacaq bizdə necə? 2. Təzdən qaydıram dövrə. K məndə 2-dir.
Deyir 2 kiçikdirmi 3-dən? Deyirəm ki, hə. Y-ə başqa bir ədəd daxil edeyim. Dalım olsun 4. S neçə idi məndə? 1 idi. 1 böyükdürmü 4-dən? Deyirəm ki, yox, gəlib tezdən K1 burada 1 artır. Neçə olacaq? 3. Aha, burada gəlib deyir ki, 3 kiçikdirmi 3-dən? Deyirəm ki, yox, gəlib S-i çap eləyəcək. S məndə neçə idi? 1. Aha. S məndə 1 idi. İndi. Deməli, baxın. Y-ə mən nə verdim? 1 verdim. Burada nə verdim? 2 verdim. Burada nə verdim? 4 verdim. Bunlardan gəldi 1-i çap elədi. Bunlardan gəldi 1-i çap elədi. Yəni ən kiçiyini çap elədi. Ən böyüyü çıxışa verər. Yanlış. Ən böyüyü çıxışa verər. Yanlış. N plus 1 sayda. N plus 1 sayda. Uşaqlar, bizdə n neçə idi? 3 idi. N bizdə 3 idi. Və deməli, burada bizdə K neçə idi? 1. Bir dəfə düşdü dövrə, elə deyil. Sonra burada K dəyişdi, oldu 2. Sonra da dəyişdi 3. K bərabər 3 oldu da, elə deyil uşaqlar. N plus 1 sayda ixtiyari ədəddən ən kiçiyini. N plus 1 sayda N plus 1 sayda yox uşaqlar. Niyə N plus 1 sayda? Baxın. Y-ə nə daxil elədi? 1 daxil elədi, 2 daxil elədi, 3 daxil elədi. Deməli, bu üçündən neynədir? Ən kiçiyini götürdü. Bu üçündən ən kiçiyini götürübsə, deməli, n sayda ədəddən ən kiçiyini götürüb də çıxışa verib. Əgər n plus 1 sayda olsaydı, onda bu dövr 4 dəfə getməli idi. Burada yenə bir qiymət olmalı. Tutalım 5. Bunlar arasından biri çap eləməlidir. N plus 1 olsaydı. Baxın, buranı deyirəm. Bu 3 ədəddən deməli, biri çap eləyibsə, deməli, elə n sayda. N-i neçə daxil eləmişdi? 3. Deməli, n sayda ədəddən ən kiçiyini çap eləyir. N-1 də olmaz. N-1 olsaydı, onda bu 1 ilə 2, yəni N-1, N-i neçə daxil etmişdi? 3. 3-1 neçə olur? 2. Deməli, bu ixtiyari 2 ədəddən ən kiçiyini çap eləməlidir. Amma bizdə 3 ədəd daxil etmişik və 3-dən ən kiçiyini çap eləyibsə, deməli, nə olacaq? N sayda ədəddən ən kiçiyini çap edir. Olacaq burada bizdə Y variantı. Sonra var bizdə hansı? 69. 69'a gəlin baxaq. Hı. 69 sadə sualdır. Suala oxşuyur. Burada mürəkkəb heç nə yoxdur. Sadəcə hesablamalardır. Gəlin baxaq görək burada nə alınır. Çox kiçik oldu. Algoritmin nəticəsini müəyyən edin. Heç nə uşaqlar nəticəni istəyir. Y bərabər 2-dir, S bərabər 0-dır, F bərabər 0-dır. Deməli 2, bura baxıram. Deyir 2 kiçikdir, bərabərdir 17-dən. Deyirəm ki, hə, onda F bərabərdir, F plus I olacaq 2, I də bərabərdir, olacaq 8 üstünə 6 gəlsək. Təzdən qaydıram dövrə. 6 kiçikdir, bərabərdir 17-dən deyirəm, hə, onda F bərabərdir. 2-nin üstünə 8 gəlsəm olacaq 10, I də bərabər 8-in üstünə 6 gəlsəm olacaq 14. Gəlib təzdən qaydıram dövrə. 14 kiçikdir, bərabərdir 17-dən, hə, onda F bərabərdir, F plus I olacaq 24. I də bərabərdir 6 gəlsəm olacaq burada neçə? 20. Hə, 20 kiçikdir, bərabərdir 17-dən deyirəm ki, yox, artıq gəldim bu dövrə. Burada mənə nə deyilir? Deyilir F məndə neçə idi? 24. 24 böyüdür 0-dan? Deyirəm ki, böyüdür. Hə, onda D bərabərdir.
24-ün 6-ya bölünməsindən qalıq neçə olur uşaqlar? Deməli 0 olur. 4 tam olur. Qalıq da bizdə 0 olur. Təzədən gəlirəm burada dövrə. 0-ın 2-yə bölünməsindən qalıq neçədir bizdə? 0-dır. 0-ın 2-yə bölünməsindən qalıq 0-dır. 1-ə bərabərdir? Yox. Gəlirəm burada. Deməli yox qoluna gəldim. Gəldim burada hesablayıram. F bərabərdir. F-in, yəni 24-ün 6-ya bölünməsindən tam hissə neçə olur? 4. Təzədən buradan 4-ü aldım. Qaydıram buradan gəlirəm dövrə. Təzədən 4 deyirəm böyüdüm 0-dan. Deyirəm ki, hə, onda D bərabərdir. 4-ün 6-ya bölünməsindən qalıq neçə olur? 4. İndi 4-ün 2-yə bölünməsindən qalıq neçə olur? 0. 1-ə bərabərdirmi? Yox. Onda gəlirim təzədən F bərabər deyirəm F-in, yəni 4-ün 6-ya bölünməsindən tam hissə neçə olur? 0. Gəlirəm dövrə 0 bölüdüm 0-dan yox. Gəlib burada S-i çap edirəm. S məndə heç dəyişmir. Bax 0-da da uşaqlar burada. S bərabər olacaq 0-a. Hə, qoluna düşsəydim məndə baxın burada S artacaqdır. Artmadığına görə elə olduğu kimi qalır. O da olur bizdə B variantı. 69'dan sonra var 84. 84'e bakalım. Gelin baktık 84 deyilir ki algoritm fragmentində dövrlərin sayını müəyyən edin. Gelin baxaq da. S bərabərdir 1'dir, I bərabər 1'dir. Dövrlərin sayını müəyyən edin deyir. I neçədir bizdə? Gəlin yazaq. 2 kiçikdir bərabərdir 5-dən. Hə deyirəm. Onda S bərabərdir. S vurulsun I. 1'i 2'ye vursam olacaq məndə 2. I bərabərdir. 1 artacaq olacaq məndə 3. Getdi mi? Bir dövr getdi. Gəlir sonra təzədən soruşur. 3 kiçikdir bərabərdir 5-dən. I məndə 3 alınmış. Deyirəm ki, hə, onda S bərabərdir. S vurulsun I. 2'ni 3'e vursam olacaq məndə 6. I də bərabər 1 artacaq olacaq 4. Gəlir bura. Deyir ki, 4 kiçikdir bərabərdir 5-dən. Deyirəm ki, hə. S bərabərdir. 6'nı i'yə vursam olacaq 24. I bərabər 1 artacaq olacaq 5. 5 kiçikdir bərabərdir 5'dən. Deyirəm ki, hə, onda S bərabərdir. S'i i'yə vursam 24'ü vuracam burada 5'ə. I də bərabər olacaq 1 olacaq, alacaq 6. Onsuz da mənə cavab lazım deyib, dövr sayı lazımdır. 6 kiçikdir bərabərdir 5'dən. Deyirəm ki, yox. Neçə dövr getdi? 1, 2, 3, 4. Bu dövrü saymayın. Burada mən dövrə gedə bilmirəm. Gəlirəm burada soruşuram. 6 dövrə düşmək üçün 6 kiçikdir bərabərdir 5'dən. Yox. Yoxdursa deməli bu dövr hesablanmır. Burada dövr yoxdur. Neçə dövr gedəcək? 4 dövr. Bu da belə.